Atası sevinceye yetişiyor. Aykut'un olursa doğrudan ata. Doğdu da ata. Salam. Matın kötü. Atası eyni cinsdə ölürlər ha. Biri şey oxşuyur, atasını oxşuyur, biri də anasını oxşuyur. Keçən dəfə biri anasını oxşadı, biri də atasına. Yekəlmədi. Apardıq Gəncəyə dedi bunlar yanım. Cinsi bəlli deyil də. Bilmirsən ki, nə cinsidir. Uşaqlarımın suyunu doldurum gözdə suyu. İnkubatora tükəcəm mücəza. Satacağım ha, niyə satmıram ki? Ama isteyenler var da. Bu gölün içerisinde doğacak. O hala birazdan sonra bir de doğacak ha. Uşaqlar gətirəm, inkubatorun suyunu töküm. Mənim gözəl izləyicilərim. Biraz da tutuyorum. Sabır tepene değsin. Güzellerini de tutacak uşaklar. Aziz tamaşaçılarım. Все. 67'ye qalxdı. Əlimə nə oldu ki, uşaqlarımı dəsmala vurdum. Də itə vurmadım ha. Çox vermə. 70'e qalxdı. Qocaların ağzına tıxmışam, yenəcək. Cücələrim gəlib uşaqlar. Bugün 11'idir. 11, 9 gündən sonra inkubatordan cücələrim çıxacaq. Tevr cücələrim. Mənim gözəl, əziz izləyicilərim. Gətirmini paltarları yığım. Gideşliyim və uşaqlar. Gözlüğün gidip paltarları serək. İndi paltarları serip yatacağım əziz izləyicilər. Siz de yatmışsınız da 3300 adam.
Şefte baktım ki şey. Bunlar bu. Şefte bir şey yaptım. Buna bak. Hani ki şey yuf. Arda bir ellerim kaşı gibi şey. Ser. Olsun. Taraftan serum bura. Taraftan serum ataplayla başka tez görüyor şu. Bak bu zengeliyen gece vakti nerede hep yaşayır bu? Mazengeli bu gecenin bu seherin bu. Göz açılmamış. Oy. Allah seni sakla. Alo. Ay başı niye yatmışsınız? Kadınım saat 5'in yarısıdır. Bebeğiniz elma bakçısına ezen gelirsiniz buyurun. Gece saat 5'in yarısı. Ha. 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 Ay xanım, mənim pulum var, qadan alın. Mən hardan alım? Mənim dəstəyim belə yoxdur. Hardan alın? Bax, yığıb deyirsən ki, mənə pul ver. Kömək eləyim. Mən nə qarım, Allah kömək olsun. Mən eləyirəm də, səhər gedəcəm qonşumun gilə. Qonşumun vəziyyəti pisdir. Eləyirəm də mən yenə kömək. Bir dəqiqə mən hardan alım? Bax, qadan alım. Mənim özümdə də, bax, itimin yeməyini çatdıramıram. Ördəklərimin, toyuqlarının yeməyini çatdıramıram. Sonra, qazım 301 aya 350 manat yazır. Eşitməni, bir ay 350 manat yazır. Ma bütün gün işin universal gəlib, sıralamada bir də deyirəm ha. Hardan alım ay qadınım? Allah köməyiniz olsun, ne demirəm. Olu verəmişəm. İndi bu aralar çox pis sıxıntıdayım. Gözü canlıda da bildirmirəm ki, mənim sıxıntımı, nə yaşım qab. Yəni deyirəm ki, həqiqətən Allahın dostuna olsa kömək eləyərəm. Mən yox, elə insan deyiləm. Vallahi mənim yoxumdur, billahi yoxumdur Quranın adına. Bax, Allah'a da ördəklərimi niyə satıram? Niyə satıram? Soruş ki, niyə satırsan? Yemi çatıra bilmirəm. 2 gündən bir həftədən bir 150-180, 2 tay yem alıram, 2 tay taxıl alıram. 50 kilo 50. Noha ölçüdə bir həftə gedir. Bir həftəyi görmür məni. Bir yan deyirəm də, yəni mənim güclü dəstəyim olar. Hə, yoxumdur da, indi ancaq özümü dolandırıram. İşığım borc yazır. Keçən dəfə işığı ödəmişəm, 43 manat, 44 manat borc limiti keçmişəm.
Allah köməyiniz. Vallahi Allah uşaqlar olsa eləyərəm. Bax o gün bir kasıb zəhər olmuşdu, dedim gəl ördək yapar. 2 dənə ördək verdim, 2 dənə toyuq verdim, yumurta verdim. Vallahi Allah hamd olsun dedim olanı budur. Dedi ajan dedim gəl apar. Gəlirsən gəl ördəklərdən yığ apar. Toyuq da verərəm gəl apar. Qarnını doyur heç olmasa. Ha? Bakıda qalırsınız. Vallahi Allah uşaq hardan alıram mən? Mənim qazanç yerim buradır. Buradan dolanıram mən. Hə. Ben vereceğim ördeği oldu. Benim üstümde yoxumdu. O manatdan yara sağalacaq. Hə, at kartını da atıram 10 manat. At. WhatsApp'da at. Bilmirəm, inanmam. Dedi, gələn baxam. WhatsApp'da at, yaz ki mənəm xanım. Mən atım. Canım o modu tuturum. İnanmıram, uşaqlar çoxsuz yalancı, dolandırıcı olur, başa düşürsünüz. Amma vallahi Allah'a and olsun o Quranın adına yoxsa atma yazırlar. Girsal sən 5'in yarısı yığılsa ki pul at. Babaş da buradan dolanırdı. Babaşın hardandır şey. Babaş TikTok'dan vaxtında xod gedən vaxtları qazanırdı. Qazandığında evin eşiyinə tökdü. Peşmanda deyil. İndi ta babaş qabaqçı babaş deyil. Özünüz bilirsiniz ki her aşıqın bir dövranı olur. Yalan deyirəmsə də yalan deyirsiniz. Her aşıqın bir dövranı olur. Mən də TikTok'a girdim. Dağıtmadım pulumu. Yığdım. İyi ya. Deyəm, baxsın. İyi ya, bax. Bax. Yığdım baba izləyicilərimin səbəbinə evimi eşiyim elədim gül çiçək. İçini doldurdum, xalça aldım, laminat aldım, stol aldım. Sonra nə elədim? Hamısı televizor aldım, televizoruma aldılar. Hələ bir yandan kömək elədi. Pulumu dağıtmadım. Mənə desələr ki, sən indiyənə kimi TikTok'a girib nağarmısan ki, göstərəcəm ki, ay qardaş, hər aşıqın bir dövranı olur. Görürsünüz, qabaq mənə tez-tez işir gəlirdi, biri universal atırdı, biri nə bilim, indi o yoxdur. Hər aşıqın bir dövranı olar. O da versus olan, indi elədim, evimi işimə tökdüm. Görürsən, nə bir obyekt eləyə bilmədim, nə bir şey eləmədim, ancaq evimə tökdüm, peşmanda döyüləm. Rahatçılığım hər şeydən öncə gəlir. Elə insan var ki, TikTok'a girdi, dağıtdı pullarını. İskam əlimdə ki, sən ona görə xoşum gəlir ki, sən pulunun qədrini bildin, pulunu yığdın, dağıtmadın, evin eşiyini düzəltdin. Amma deyir, nə qədər bu TikTok'da qalxanlar oldu, getdi Amerikanı gəzdi, oranı gəzdi, buranı gəzdi, indi pis günlərdədir. Pulu yox, ev eşiyi nə gündə. Amma sən deyir, ağıllı oldun. Amma sən deyir, ağıllı oldun, pulunu dağıtmadın, evin eşiyinə xəşlədin. Heç də peşmanda deyiləm. Dayan, deyim də biləsiniz, peşmanda deyiləm. Kişi rahatçılığımız adını düzəltdim. Mənim ilk dəstəkçilərimdən olur. Gecə vaxtı pul verməzdir. Vallahi nə bilim, düzən girib yalvarır. Nə bilim vallahi, Allah kömək olsun kimsə. Bəlkə həqiqətən ehtiyacı var uşaqlar. Görünəcə deyir, onunla baxsan bəsdir. Yəni bilmirəm, narkoman da ola bilər. Başa düşürsünüz, günah almayayım, narkoman da ola bilər. Elə olar ki, vaxt çıxılmış vəziyyətdə qalır, deyir, 10 manatı gezin alır. Və yaxud araq içən qadın da ola bilər. O ucuz araqlar olur, arağın vaxtı gəl, alkaş qadın. Başa düşürsünüz, belə qadınlar çoxdur. İçkidən ötəri yalvarır, bunun ayaqlarına da düşər. Necmi getmiş içki alsın. İnsanlara etibar yok. Çok insanlara. Çoxları yalanlamış. Bəziləri hamı yok. Mən günah almaq istəmirəm, mən tanımıyorum. Günah almaq istəmirəm.
Yok değil. Bak, çölde bir şaxta var, gel görəsən. Yəni soyuq deyil, havası çox soyuqdur. Zoopark deyil, saxlayıb artırmışam. Zoopark ne olur ki, saxlayıb artırmışam. Saxlayıb artırmışam. Hayır. Siz öyle geçmişsiniz adam Allah'ım diye. Bir çay içim sonra gedim yat. İt doğufdan it yığıb altına. Deha eyni. Yani balasıca değil de koyuyor. Oo, az ikincini doğdu. İkincini Deha. Deha düşür. Bu Deha dördünü doğacak ya. Ema. Ema. Deha şoğlanına bak. Çıxır hələ çıxmayıb. Eyni bu renk, yenə bu renk. Ay Allah, ikincini doğdu. Bu dördün doğacaq, Qurunayandan sonra baxacağım. Deha, ikinci Deha. Oo, ağ böyle. İkinci geldi. Deha uşaqlar, bax ikinci. Düşdü bu da. Deyəm o ölüdür uşaqlar. Tərpənmir. Kısırlaştırmak günah değil Tayyar. Oo, bu sözünü öldürür orada. Görsüz mü? Çoxun doğur. Dediler dördün doğacaq. Birinci səfər elə deyir. Az doğur, ikincisi çox doğur. Dördün deyir doğacaq. Oo, qana bax, hay Allah. Deyir, ağdır bu, deyən ağ çıxır. Bu tərpənmir uşaqlar, deyən ölü doğur bunu. Yo, tərpənir. Güm, yo, tərpəndi deyir ha. Qandı. Qandı uşaqlar, mən baxanmaram, O, dördün doğacaq. Ölmür. Güney bak, Güney xanım. Qanlıdır prosto. İkisini doğum. Deyir ha. Deyir ölmür. Deyir ağzını açır, ölmüyor. Yağlayır prosto bak. Birini yığıb altına, birini uca qurudub yağlayır. Maya dördün doğacaq bu. Yağlayır. Yağlayır. Ema baxmır, bir dəqiqə balam. Erkekti bu değil ha. Birinin erkek doğum. Nedir? Yo, ağzını açıp yumur. Yo, yemek vermirəm. Günaha bax. Niyə günaha batırım? Bütün doğum niyə günaha batırım ki? Kişi sərgəli, istipol, ilıqdır prosto. Yandım deyə tərpənir bax. Ölüdür. Doğub yağlayıb düzəltəcək. Mən də buranı səhər qonşum gəlir ki, siləcəyik. Yaxşı ki, burada xalçamız adını batırsa qan getməyəcəkdir. Deyir ya, 2 dənə o renkdə, ağ renkdə deyil, sağ renk çıxır. Atasını oxşayır ikisini.
Ya tərpənir. Allah haqqı tərpənir. Uyarla. Bir altındadır, birinin altına yığır. Yağlayır. Yağlayıp kurutacaq. Bu ne oldu be? Belə ki şeydi hək. Tatlı ne oldu ha? Ne oldu? Ata oldun eliniz dözsüz. Deyəlim məni bırak onun yanına gedim Koydu, yine nefesin kesildi daha koydu. Koydu. Deyir bırak oraya gedim koydu. Ay Allah. Her nefesin kesildi kadın ama nefesin kesildi gel. Aşkım gel. Buna ne tür ölürüm iyi. Çırdın. Yo bu dözmür oraya gitmək istəyir. Sevinir şaxlı at olub deyil. Onu da çok istəyirsə. Oraya gitmək istəyir. Bıraxan var mı? Bıraxanda gedir şiir. Yo uşaqlar. Gedir oraya şiir, buru şiir. Amma var deyib oraya şiir bax. Deyib bu ayaqda xalça yiyəcək. Bu xalçanı da tullayacağım ayına. Yani deyib bir şey də tızıq deyir. Bu xalçadan biri də var. Aşkım. Oraya gitmək istəyir. Apar baxsın. Yo uşaqlar ayağı qana batar. Olsa görəcək də. Qurulandan sonra bıraxacağım deyə oraya kutunun içine qoyub gətirib qoyacağım deyə buranın altına. Qoqurlasın, hələ yaşlılar balası. Kutuya qoy onda balasını görəcək. O iyiden bilir bu dəqiqə ki doğur. İyiden bilir. Dərin güclü iyi bilməsi olur. Bunu tutup öpeceğim. Bu balaca mən bundan xoşum gəlir. Güney xanım buradasan, mən bundan xoşum gəlir. Viddi budur. Bundan indi bir oğlan var, Mingəçevirdə də var. Şeydə də var. Gəlir ki, bunu tütləşdirəcəm, bunun dişisini birini götürəcəm. Tütləşdirib, doğuzdurub satacağım. Allah haqqı bunlar mindir bu. Mindir bunun qiyməti. Erkəyi 800-900'dür erkəyi. Ama dişi biraz baha oldu çünkü bala çok verir değil. Artır satmaq olur. Niye yemek yiyorsun? Ha. Suyu getir verişim. Kötü. Sağalıqdır. Ağzadı düzəldi. Dərman verdim, elədim. Mən itimi qəşəng taxıram. Ev istidir. Yayda da bıraxıram çöldə qalır. Bunu da üstüne kupon oldum ha. Hele buna memelerine kişi değil kişi. Buna pi değil öyle. Bu boyutta meme olar az kişi de. Ha? Buna uşaqlar. Kişi değil ona bak erkekti. Memesine. İsteme. Qırtlamışam uşaqlar çok tüklüdür. Ay Aynur qadan alıb orada yazırsan günahdır vallahi üstüme kaldırsan milleti. Niye nətər baxıram ki yeməkləri qabağında, içməkləri qabağında, isti evdə niye günahdır? Ay qadan alıb niye günahdır? Acımı saxlayıram, pismi saxlayıram, çimizdirirəm. Tükün qırtdırmışam, tökülür rahat dindi. Qurt dərmanlarını verdirmişəm. Rahat bunun üstündə də yatır. Bu divanlar ona aiddir. Bu niye elə danışırsınız? Az elə danışırsınız ki yeməklərinə bax. Kok doludu ki onların yeməkləri Özde imam hakkı 15 alıram bir kilosun. Mal ətindən eyni qiymətdir. Deyil ha. Bax bu pişiyindir. Bax bu da itdir. Deyil ha. Bax proplan. Hamısı onlara aiddir. Deyil ha. Qabları doludur. Siz deyə bilmərsiniz. Mən itimi qəşəng saxlayıram. Bu din dedi balalayım. Niye günahdır? Neye günahdır? Doğur da lan. Doğur da heyvandır. Doğur.
Ya Allah səni saxla, nə olub onu az sizə az. Bilmirəm məni düşmənsiniz, bilmirəm nəsiniz. Nə bilim, su verdi, verəcəm. Bu da pişiyin yeməyidir. Pişiyin yeməyi bura qoyuram, ad dilini. Bu da ki, qaviyyətli nəydi? Pişik üçün qaviyyətini alır. Bu pişiyin sudur. İtin su qabını qoydum hamamada, bu yəqin susuzluyub. Bayaqdan hoppanır ki, ləhliyib. Kati! Qonşu köşdüsə. İt. Hə. Susuzluyub. Çünki niyə? Bayaqdan hoppanır düşür. Bayaqdan bunun qabağındadır. Götürdüm, qapardım, qoydum ora. Ay uşaqlar, hoppanır düşür deyin, şey olur. Yanır, başa düşür. İncə ki, bayaq götürmədim də onların qabağından o ayaqqabı. Bayaq bunu götürmədim, az göndərəmsiz. Bir dənə nədir? Su içdi də. Buradan götürmədim, gətirdim, qoydum bura. İçdi bura qoyduğum bir saat deyil. Deyil ha, o ayaqqabı. Onların qabağındaydı. Hə, yalayır. Divin gidi sağ ol. Size başka işlemde ulaşım siz şey. Divin gidi az. Divin gidi maynaz. Sizin adam aktarsınız ki danıştırasınız. İtik kilosu 15 avram yemin. Proplan avram. Gedin soruşun görün qiymətini içədir. Bərdidə belə bilmirəm Bakıda. Bəlkə Bakıda bahalı ucuzdur da belə bilmirəm. Bəli. Baboş, neyim? Ben sabahlarım geldi. Sen şirniyat koştuyorsan şirniyat al. Hara gəlirsiniz ay qardaş? Ben demedim. Ödeyem bana geldim. 7 saat tuttuk işte gelir. Hə. Bunu görüm kimi. Koştuyorsunuz şirniyat, tut falan. Xeyr qardaş, şirniyyatım da var. Şirniyyat birinci şey eləyən deyiləm. Amma çox sağ ol. Gəlib ördəyinizi alıb gedərsiniz. Mən durubca tanımıram. Sizi incimə, tanımıram, eləmirəm. Ha, yok düz değil. Ha da yanıma izləyicilərim deyib ki, tanımadığın adamı evə qoyma. Tanımadığın deyil insanı evə qoyma. Yəni mən izləyicilərimin də sözünü eşidirəm. İnciməyi sözümə görə, mən nə bilim sən kimsən? Evet, ben. Ya, sağ ol. Sağ ol. Düz dedim, yalan deyil Tanımıram, eləmirəm kimdir. Hər zəngilən evə qoyası deyil ama. Sonra yazacaqlar ki, Cobut. Cobut deyiləm, mən düzün deyiləm, mən qorxuram. Tək tənha adamam. Mən nə bilim o kimdir? Nə bilim o kimdir uşaqlar? Özel gizli nömrəyinə zəkər. Gizli nömrəyə cavab vermə. Yo, heyvan ona yemək verməyəcəm, ona indi doğruq. O ancaq sənin özünə gəlir. Eldəniz mən tezdən durğuzacaq. Şeydir. Eldəniz mən tezdən durğuzacaq. Maşınıza da parfüm duzduracağım, yağını dəyişəcəyim. Başa düşürsünüz izləyici. Gözəl izləyicilər. Pişiyi özüm qırtmışam. Pişiyin evi çox tüklüdür deyim belə. Tükü evdən bir olurdu. Yaxşı elədim qırtdım. Ev istedi. Narahat olmayın. Çölə çıxmıra pişiyim. Xahiş elə mənim xətrimə dəyməyin. Sizdən artıq dərəcədə xahiş edirəm. Mənim kimsə işim yox. İtimi də qəşəng saxlayıram, ördəyimi də qəşəng saxlayıram. Prosto ördəyim çoxdur deyil, əziz izləyicilər. Yemin çatdıra bilmirəm. Yemin çatdıra bilmirəm. Ördəyim hədsiz çoxdur, yenə belə ördəyim. Gül mürəbbəsi deyib, qonşu gətirib verir. Deyir, eşitdiyimə görə, sən qızıl gül mürəbbəsi xoşlayırsan, dedim, hə. Biraz yandırıbam elə.
Qızılgül. Güney xanım buradadır. Hə, mənə misafir istəyir. Bu saat 4 tamamdır. 5. Bu zaman niyə yatmır? Salam ay baboş. Əleyküm, nətərsən? Nə edirsən? Nə var nə yox? Sən nətərsən? Yekəlmisən, mən görüb eləmirsən. Yox Allah, mən sən xətrini çox istəyirəm. Əziz olasan. Gör nə deyirəm. Burada izləyicilər yazır, itə deyir yemək versin. Qızlar, o dostlar doğru, onu o itinki ciftini yeyir ha, içərdən çıxan o cifti yeyir ha. O ona həm güc verir, həm də onu tox tutur. O doğandan da sonra 1-2 saat, 3 saat yemək yeməyəcək. Qoysa belə önünə yeməyəcək. Sadəcə olaraq suyu var yanında. Susuz durub su içəcək. Heç su da içmir. Yəni ona görə qınamayın. Güney xanımın nə qədər kudelləri var. Ya o mən izləyicilərim az bilir də o it, amma altına bir şey istər. Çünki nə qədər yayın cırhacırında belə it doğsa, küçük itlərin ağlın getməsin. Cins itlər başqadır. Altına onun əskisini elə qalın sərməlisən ki, onlar çünki çox zərifdirlər. Mütləq əskilərini dəyiş, altına əskislərin istipol olsa da. Simban balaları Katya doğanda mən bilirsən atlarına dayələr elədim. Bilirəm, ömrüm bilirəm. Amma altlarına şey sərməlisən, baboş. Altlarına bir dənə o doğandan sonra, suyu seli quruyandan sonra altlarına qəşəng bir isti əski sər. Amma ataları ayrıdır da, eyni cinsdən deyirlər. Simba da Katya ayrıdır da, pudil deyir ki ikisi də. Amma o yemək məsələsinə gələndə qızlar narahat olmayın. O yemək yeyə bilməz. İndi versə belə yeməyəcək. Çünki ona o güc verən onun ciftidir. Güney xanım yazırlar ki yazıqdır. Mən kilosu 15 şey deməyim də spama gedərəm. 15'lik mən yem alıram. O yemək bilirəm, o yemək qəşəng yeməkdir. Yox, qəşəng yeməkdir. O birdən o körpə balalar proslu atlarına mən də yazırdım ki, bir şey qoy. Çünki o nə qədər isti olsa da əski başqadır. Sulu yer başqadır. İnsan çimir, görsən hamam isti olur, amma yenə də su dəyəndən sonra insanın bədəni üşüyür. Onlar anasının isti qarnından çıxıblar. Nə qədər isti olsa onlar üçün yaxşıdır. İndi neçəsini doğacaq, ikisini doğubdur. Yəqin ki 4 dənə ya da 5 dənə doğar. Ya cins balacadırsa o cinslər adətən ya 4 ya 5 ya da 3. Ondan 3-dən yəni az doğmayacaq. Geçen yayda ikisini doğdu. Onda ilk İndi ikinci qarın olduğuna görə 3 dənə doğa bilər. 2 dənə doğubsa keçən il. Bir də ki bir şey deyim, onun rəngində karismi olmağına baxma. Olacaq ağappağım. Anası kimi olacaq. Dostum evinə vermişəm, qeyri-adi alınıb. Elə gözəl çıxıb ki, balaca. Biraz krem rəngi ola bilər də, çünki bizdə Lucy kariçnivi də, yəni tünd şokolad rəngi idi. Hamı dedi ki, ondan ötürün ölür. Amma onun rəngi qızıl rəngi. Yaş dəsmal sərib Güney xanım, yaş dəsmal atmışam. Yaş gördü, nəm idi. Qoymuşdum çıxanda şeyin atapleriyanın üstə biraz nəm idi. İndi quruyubdur. Orada yer... Adam, mən sənə sənin alıb gətirəcəm burada. Mən sənə bir dənə, bax bir dənə sənin razmerində sənə bir dənə qəşəng, bir dənə belə qəşəng kofta alacağım. Azərbaycanda heç kəsdə olmayacaq. Bax İraqdayam, mən İraqdan alıb gətirəcəm. Hə, İraqa nəyə getmisiniz? Bu İraqda salon açmışam. İraqdayam. İraqdan alıb bax sənə söz verirəm. Yazarsan mən razmeri, mən sənə bir dənə qəşəng bir dənə kofta alacağam. Heç kəsdə olmayan bir şey alacağam. Rəngində yazarsan. Gələk o vəsəliyə bir dənə köhnə koftalardan atarsan altına indi. 10 günə qədər gəlirəm, 10 günə qədər Azərbaycandayam. İmunu gətirəcəm, oradan kimsə gəlsə o tərəfə, bilmirəm o tərəfə keçə biləcəm yoxsa yox. Amma sənin üçün göndərərəm. Amma onların altına bir dənə köhnə koftalarından at. Duram eləyəm Güney xanım. Amma yemək məsələsini qızlar, o yemək sərsə də onların altına, o yemək qoysa onların qabağına yeməyəcək. Çünki onun itin o balasıyla bərabər cifti çıxır ha, o cifti yer ha, o cifti yedikcə həm ona güc verir, həm də ona toxluq verir, o yemək yeməyəcək. Nədir? O qanın zaten yalıyırdı ona görə. Hədə o cift çıxmır, ondan barabar balaca qan parsası çıxır axı. Cift çıxır da, yəni o çıxır. Onu yeməsə onun gücü olmaz, ona güc də verir. Deyirlər qısırlaşdır, günahdır. Niyə qısırlaşdır? Doğrudur. Yox, qısırlaşdırmaq günahdır, amma sən də doğub satdırma da, doğuzdurub imanını satış üçün də eləmək günahdır. Oxu günən onu Quran-ı Kərimdə ayələr var. Allah günahdır. Ömrü azalır, baboş, ömrü azalır. Qoyma da Simbayın balalı, Katya ilə o bəbələrin çetkası başlayanda Allah evdə qırğındır. İtlər da ulamaqdan, ağlamaqdan ölürlər ki, bizim bıraq qızların yanına. Ayrı otaqda saxlayır. 20 gün olur da çetkası, baboş, 20 gün 6 aydan bir. Yox, bir eləməni ki, nə eləmə ki, saxlayım evdə. Bu Bəs mən sənə
Sən doldurup satmaq üçün almısan. Ha? Bax 20 gün al. Yo, 2 dənə satmadım, amma pay verdim. Birini verdim bu qonşuma, birini verdim dostum eminə. Pay. Bax məsələn bir söz deyim. 6 aydan Sahiblendirdim. hətta 6 aydan bir itlərin çetkası olur. Çetka da bilirsən də, yəni çütləşən vaxtları 6 aydan bir olur, 20 gün olur. Sən onu 20 gün ayrı saxla ginən vəssalam. Zaten çetkası olanda da bilirsən də. Ayrı saxla vəssalam. Ondan sonra bir-birlərinin yanında qalsalar da, o da bir-birlərinin yaxın getmirlər. Yaxşı, pay ver. Amma mənim 2 dənəsini doğdu. Onda şeydir. Qızlar, mən sizə bir söz deyim. Biraz bərəş şey. Mən ümumiyyətlə heyvanların satılmağına heç vaxt razı deyiləm. Yəni amma Aygün xanım, indi itlər var ki, elə saxlayıb satırlar da. bax baboş, mən sizə bir söz deyim. Heyvan sevən insanlar çoxdur. Heyvan sevən insanlar çoxdur. Sən elə heyvanlara o gözəl baxmağın olsun. Allah haqqı səni 5% izləyici sevirsə, səni 1000% izləyici sevəcək. Çünki mən kimlə nə oynayıramsa da belə pek olsun, danışıq olsun, hamı bilir ki, Güney kimdir. Yəni mən heyvanlara qarşı həssasam. Doğuzdurup satmaq biraz şeydir, günahdır. Amma belə də ki, bərəş də verməklə qoy qədrini bilsinlər. Yox, Aygün xanım, mənim evimdə o qədər heç saxlayamıram. 2 dənəsi bəsimdir. Mən çox istəmirəm. Bilirəm, indi mən məsələn heç ayıra bilmədim də. Mən şey eləmədim, ayıra bilmədim. Ona görə də yəni hamısını bərabər saxladım. Mən uşaqları, mən çox istəmirəm. Burada şaftalı profili yazıb az yaxşı. Sən səni pis qaralayaram, sən öl. Yəni sən burada axtarışdasan, indi bu dəqiqə dəstəkçi yoxdur, hamısı qızlardır. Yəni sən burada çətin özəl bir kişi tapasan, başqa səhifəyə get. Pay vermə. Yox, Baboş bəyə işim düşüb. Baboş bəyə nə işin düşüb? Yazırsan da burada oxusun, nə işin düşüb? Ona görə Baboş, sən hamı çox istəyir, o itlərə də baxmağına bəzən deyirlər şeydir. O altına bir dənə sən əski sər, buradan sənə baxıram da, sənə gəlində kofta alacam. Psixolum var, onu gətirsən. Razmeri də yaz, qorxumdan sənə deyəməm. Amma mən ona əlimi vuramayacam, mən qorxuram. Dişləyər eləyər məni. Yox da, dişləmir olar. Bə indi onu hara qoyacaqsan? Qocumunu tutsun üstünə. Sər altına da, nədən qorxursan sən də, nə boydararsan sən, kimdir onun nəsidir? Mən dişləyər, Allah haqqı mən dişləyər. Yox, dişləmirsən. Bizimkiləri hələ sən onları buraxmırsan. Biz onların göbəyin zadın hamısını kəsildik, bağlayırdıq. Toyuğum tüzə çıxardı, toyuğum tüzə çıxardı. İmam haqqı balasını götürsən, gəlirsən nə tabi olursa. Toyuğa baxma, toyuq çırmaq atır. Toyuğa baxma, toyuq çırmaq atır. Dimdik atır, dimdik. Sənin o itlərimin baytarı yoxdur. Baytarı Gəncədədir, aparam şey eləyir. Burada baytar ancaq Gəncə, Bərdə elə yaxşı çəkim yoxdur. Gəncəyə gedirəm. Qurt dərmanı verirəm, tükü töküləndə vitamin vurdururam, peyvəndlərimi vurdururam. Tabii pişiyimi qırtırdım, peyvənd şeyimi vurdum. İndi 10 gündən sonra dedik gələrsən yanıma, peyvəndlərimi vuracam. Yəni evdə olsa saxlayırsan, onların elə də mən 2 aydan bir peyvəndləri 25-ə vurur, 25-ə. Bir dənəsi 25-dir. Peyvəndir. Elə səbinə yalan qonşumun da iti var, elə qonşumla getmişdi, narahat olma. Niyə yalanla deyirəm? İtlərə yaxşı baxır, mən bilsən necə, baxır, içməyin zadını verir, ola bilsin, biraz yerinə, yurduna biraz ilgəndiyi üçün, biraz belə nailəklər başlayır. Aydın xanım, baxdırır, nağayrım, qardan alım, bax gəlir xalçanın üstünə eləyir. Bax deyirlər, bezini iyilər, dişi eləyəndə baxdır ona, onda yenə xeyri yoxdur. Evdə dişi vardırsa, erkəklə dişi vardırsa, o ömür boyu şey eləməyəcək. Ömür boyu olmayacaq. Çünki Simbanın tualet eğitiminə bütün TikTok ağzı açıq qalırdı. O vaxtlar 5-6 kağıda oturanda heç kəsin 5-6 kağısı yoxdu. Hamı deyirdi, ayala bu necə ağıllı etdi. Katya doğandan sonra indi Simba oğlanları ilə bərabər hara gəldi bu şey eləyir. Ona görə də məcbur manej düzəldir. Pampresdə durmur. Pampresdə taxandı itdən vidsiz, elə ibəcər görsənlər. Yay olanda həyata salgılan, amma qışdır da, yazıq da, həyata da qoymadı. İşte onlar həssasdır, kiçik. Yayda həyətdə qalır. Elə gözəl ev almışam Güney xanım. Belə qəşəng getirdim. Gördüm kesin səfər canlıdan paylaşmışdılar kaydını. Evi qəşəngdir. 200 vermişəm. Yox, yayda ümumiyyətlə həyətdə bacada oynasınlar, amma yayda biraz həssasdır olur, həyətdə olur. Həyətim təmizdir. Yayda onların yeri həyətdir. Düz deyir uşaq, yayda həyətdir, evə salmazlar. Baboş, elə bu dəfə biraz çox kökəlmirsən, hə? Qoymuşsan üstünə, tərpəşə bilmirsən. Aha, yox, o nə kökəlmişsən. İndi mən gələndə sənə bir dənə hədiyyə göndərəcəm, amma onu mən heç belə nə reklam elə, nə bir şey elə. Prosta at ki, görüm yemək yeyə biləcəksən. Elə tək eləyər, sarıqlayalım.
Demə, heç kəsin də fitvasına, qazına getmə. Elə ki, qoy Yox, doyunca artıq- həm yeməyi yeyə biləsən, həm də qoy qarnın qartan yığışsın. Birim Ondan mənə sonra fayda qədrimi verir. bilərsən. Sən başqalarına qoş, sonan uşaqlarına qoşulanda sən məni saymırsan. Yaxşı. Mən sənin yaxşılığını istəyirəm. Sən bilirsən ki, mən heç vaxt sənə belə atılan dırnağı heç kəsə verməmişəm bu günə qədər. Təşəkkür edirəm. Allah istəyir. Mən təşəkkür edirəm. Çıxıram dostlar, yeməyə görə babaşı qınamayın. Babaşın qabağına yemək qoysa da yeməyəcək. Təşəkkür edirəm. Razmeri Yox, zadı da durma, atarsan atma, mənə, şey sənə gələndə söz verdim, koftanı alıb gətirəcəm. Nə rəng istəyirsən, nə edirsən deyərsən, yaxşı. Öpdüm səni, qızlar, sağ olun. Narahat olmayın yeməyə görə. O yemək qoysa da qabağına yeməyəcək. Getdim, sağ olun. Doğdu uşaq ikisini doğursak o. Hədiyyə atan da çox sağ olsun. Görmədim kim atıbsa, təşəkkür edirəm. Sağ ol, sağ ol. Güney xan. Sağ olsun. Gəl görsən o çox saxlayır uşaqlar. Onun evində pudelləri çoxdur. Görsən başa çıxır. Deyir sadəcə altına bir şey sər. Durum altına sərim. Suyun qoymuşam. Əki yalansa deməyim sağ yalan borcum yoxdur qadan alım. Kim nə yazır başa düşürsə. Durum çayım için. Durum görüm cırcındırardan zaten bir köynə kür şeylərlə nə tapıram qoyma altına. Başlan edirsən Allah. Bilmirəm məni sevirsiniz. Bilmirəm mənə dostluğunuz düşməyəsiniz. İndi o əmizdirəcəkdir. Düz gözü açılana kimi, bir ayına kimi əmizdirəcək. Ondan sonra yekələcək. Gözü açılandan sonra 2 aydan sonra ta ki verəcəm dostuma, tanışıma. Sahiblərim, mən çox saxlayan varam, evi iti eləyə bilmərəm uşaqlar. Batırırlar, çiğləyirlər, neynirəm mən bir el iti. 2 dənə sağ bəsimdir. Hələ onlar bir yaş neçə aylıqlardır. Kotinin 1 yaş neçə aylıqdır. 2 yaşları deyil. Gördüm taşı qocalar əldən düşür. Kotinin balasından götürərəm, artıraram, saxlayaram. Həyata koti görürəm də qocalar, da qocalan sonra ölür də. Tək köy işin olmasın. Öpürəm hamınızı. Bağlayıram, çıxam uşaqlar, canlını bağlayıram. Çünki gedim də sonunda sərməmdə yatım saat 6 işləyib. Allah sizi qorusun, Allah sizin başınızdan döysün. Pis yazanlarda maneə yazır sizi. Allah yenə də sizin canınızı sağ eləsin. Vaxt gələr, zaman gələr, görərsiniz ki, mən çox pis insan deyiləm. Öpdüm. Yox, da baxdınız uşaqlar çox baxanda gözə gəlir.